Sən ümumiyyətlə sizin ixtisasda olan təcrübə proqramlarıdır, təqaüd proqramlarıdır, əlavə imkanlarla maraqlanmısanmı və özün hər hansısa bir belə deyək ki, bu proqramların birində iştirak edirsənmi? Mən iştirak eləmirəm hal-hazırda, yəni bu günə qədər iştirak eləməmişəm, amma təbii ki, hədəflərimin içində iştirak eləmək var bundan sonrakı zaman kəsiyində. Hədsiz dərəcədə yolu açıq, geniş bir ixtisas olduğuna görə, bəli, hədsiz sayda da könüllülük proqramları olsun, təcrübə proqramları hamısı var burada. Sadəcə çətin məsələ orasındadır ki, bunu axtarıb tapmalısan. Təbii ki, müəllimlərimiz bizə çox kömək edirlər, məsləhətlər verirlər və s. Amma bir nöqtədə bizim də əlimizdən bir şey gəlməlidir ki, biz onları tapaq, qoşulaq. Belə. Sosial fəaliyyətləri necə? Yəni təhsil həyatı qədər sosial fəaliyyətlər də əlbəttə ki, vacib tələbəlik həyatında. Sən universitetin hər hansısa bir klubuna, təşkilatına üzvsənmi və ya universitetdən kənar belə klublar var, onlarda iştirak edirsənmi? Universitetimizin daxilində bir çox klub var. Həqiqətən elə bir sizin marağınız olmaya bilər ki, yəni elə bir klub yoxdur da burada. Hər cürə klublar var, hər cürə təşkilatlar var. Mən şəxsən Tərbiyə Gənclər Təşkilatına üzv idim. Hər şey çox qəşəng, bütün tədbirlər, yəni düşünün, klinik psixoloqlar dəvət olunurdu, yazıçılar, şairlər, hər maraq dairəsini əhatə edən görüşlər keçirilirdi və bu düşünürəm ki, tələbələr üçün mükəmməl bir təcrübədir. Son olaraq bu ixtisası seçmək istəyən abituriyentlərə və hal-hazırda bu ixtisasda təhsil ala bildiyi tələbələrə sənin tövsiyələrin, məsləhətlərin nələr olardı? Abituriyentlərə ən böyük məsləhətləri verə bilərəm. Düşünməsinlər ki, vaxtım var. Vaxt yoxdur, həqiqətən vaxt keçir. Mən bunun peşmançılığını əldə çəkirəm. Siz çəkməyin. Vaxtınız çox dəyərlidir və onu ən səmərəli şəkildə istifadə etmək lazımdır. Və bir şey qeyd edeyim ki, mən məsələn bir çox məktəbdə təhsil almışam, bir çox müəllim görmüşəm, istər məktəbdə, istərsə də hazırlıq repetitoriyasında. Bu müəllimləri də belə bir şeyə çox az rast gəlmişəm ki, sənə baxsın və desin ki, səndən çox qəşəng kosmonavt olar ya da səndən çox qəşəng müəllim olar. Bunu təəssüflər olsun ki, müəllimlər demirlər və şəxsən mən bundan da maraqlanmırdım. Yəni gördüyüm qədər, dünya mənim gördüyüm qədər idi. Əslində universitetə daxil olandan sonra gördüm ki, dünya heç də bu qədər deyil də. Yəni şanslar o qədər çoxdur, o qədər böyük bir cəmiyyətdə yaşayırıq ki, əsrin bizə verdiyi mükəmməl şanslar və s. olsun. Siz araşdırın və hər yerə, yəni maraqlanın da, hər yerlə daxil olun, ünsiyyətə girin. Düşünməyin ki, yəni qabağıma qoydular ixtisas seçimində, üç dənə ixtisas var, müəllimlik, nə bilim, həkim və s. və ilaxır. Təbii ki, bunları küçümsəmək üçün demirəm bunu. Yəni sadəcə çox ixtisas var, çox sahə var, çox yerə yönələ bilərsiniz. Bir də ki, ən əsas məsləhətlərimdən biri bu olar ki, hansı fənni yaxşı bilirəm deyib o qrupu seçməsin əziz abituriyentlər. Nə olmaq istəyirəm deyə fokuslanıb bu yola çıxmaq lazımdır. Bəli, çətin ola bilər, mən həkim olmaq istəyirəm və kimyadan başım çıxmır, onda başqa qrupa yönəlim. Bu çox yanlış bir şeydir. Mən həkim olmaq istəyirəmsə, artıq bu yolda çətinliklərin heç biri mənə mane ola bilməz. Bu düşüncədən yanaşmaq lazımdır. Tələbələrə verə biləcəyim məsləhət də bu olar ki, çox çalışın, həqiqətən tələbə olaraq təsəvvürün elə təşkilatlar var ki, hər hansı bir insan getsə, onu qəbul eləməzlər yaşından ötürü və ya məbləğ cəhətdən çox böyük məbləğlər tələb edirlər. Bəzi könüllülük proqramları olsun, təcrübə proqramları olsun. Tələbələr üçün bu belə deyil amma. Ya ödənişsiz, ya da ki, çox minimal məbləğlərdədir. Endirimlər olsun, sizin yararlana biləcəyiniz o qədər çox təşkilatlar var ki, bunlardan geri qalmamaq lazımdır və bunlar da təəssüflər olsun ki, heç kim bizə hazır şəkildə qarşımıza qoymur. Bizim üstümüzə, boynumuza düşür ki, bunları özümüz axtarıb tapaq, özümüz maraqlanaq. Doğrudur. Sosial mediadan, sonra müəllimlərimizdən, sahədə belə peşəkarlaşmış şəxslər var ki, elə onları izləməklə, universitetin səhifələrini, təşkilatların səhifələrini izləməklə məlumatlar da ola bilər. Sözsüz ki, telefon əlimizdədir və hər şeyə bizim hər bir dünyanın əlaqə saxlamaq üçün əlimizdə vasitə var, müəllimlərimiz var. Çox sağ ol, təşəkkür edirəm bugün bizimlə olduğun üçün Mehriban və universitet və ixtisasın haqqındakı məlumatları ətraflı paylaşdığın üçün.